Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in amma ba'd. Bildiğimiz gibi Kur'an-ı Kerim Allah Teala tarafından sonuncu peygamber Hazreti Muhammed sallallahu aleyhi ve aleyhi ve selleme 23 yıl ərzində nazil olmuştur. Kur'an 114 sureden ibarətdir. Biz Kur'an-ı Kerim'in sure ve ayələrinin nazil olma məkanına görə diqqət eləsək, bölgü aparmaq istəsək, görər ki, Kur'an'ın bəzi sure ve ayələri Peyğəmbərimizə Məkkə şəhərində nazil olmuşdur. Bir hissəsi də Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət edəndən sonra Mədinə şəhərində Peyğəmbərə nazil olmuşdur. Və Məkkə şəhərində nazil olan surə və ayələrə Məkki surə və ayələr deyilir. Mədinə şəhərində nazil olan surə və ayələrə isə Mədəni surə və ayələr deyilir. Və buna da səbəb biz bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm risalətinin təxminən 13 ilini Məkkə şəhərində, 10 ilini isə Mədinə şəhərində təbliğ etmişdir. Kur'an'ın qısa surələrindən biri də Fatihə surəsidir. Fatihə surəsi bəzi təfsir alimlərinin nəzərinə görə Peyğəmbərə Məkkə şəhərində nazil olmuşdur. Bir qrup təfsir alimlərinin də nəzəri budur ki, Fatihə surəsi Peyğəmbərə Mədinə şəhərində nazil olub. Amma bir qrup təfsir alimləri də buyurur ki, Fatihə surəsi Peyğəmbərə 2 dəfə nazil olub. Bir dəfə Məkkə şəhərində nazil olub, bir dəfə Mədinə şəhərində nazil olub. Fatihə surəsi 7 ayədən ibarətdir. Fatihə surəsinin fəziləti haqqında Məcmuul Bəyan təfsirinin müəllifi belə bir hədis nəql edir Allah Rasulundan. Bu hədisi Ubey ibn Kəb nəql edir. Deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, elə bir mümin yoxdur ki, Fatihə surəsini oxusun və ona Kur'an'ın üstə ikisinin savabı əta olunsun. Yəni, hər bir müsəlman Fatihə surəsini oxuyarsa, Allah Təbarək və Teala tərəfindən ona Kur'an'ın üstə ikisini oxumuş savab əta olunar. Və eyni zamanda o şəxsə, yəni Fatihə surəsini oxuyan şəxsə elə bir savab verilər ki, sanki o şəxs bütün mümin və müminələrə sədəqə vermiş olar. Yəni Fatihə surəsini oxumağın savabı bu dərəcədədir. Kur'an'ın üstə ikisinə və eyni zamanda onu oxuyan şəxsə bütün mümin və müminələrə sədəqə verən şəxsin savabı əta olunur. Qeyd etdik ki, Fatihə surəsi qısa surələrdən biridir. 7 ayədən ibarətdir. Qısa surə olmasına baxmayaraq, yəni 7 ayədən ibarət olmasına baxmayaraq, İslam dininin əsasları ki, təvhiddir, nübüvvətdir, məaddır. Demək olar ki, Fatihə surəsində bu prinsiplərin hamısı qeyd olunur, əhatə olunur. Necə ki, biz hədisdə oxuduq ki, Fatihə surəsini oxuyan şəxsə Kur'an'ın üstə ikisi qədər savab verilər. Bu da onu göstərir ki, Kur'an'ın üstə ikisi təxminən elə İslamın usulüddin əsaslarındandır, təvhiddir, nübüvvətdir, məad prinsiplərindən bəhs edir. Və yaxud da ki, Kur'an'ın tamamına bərabərdir. Bəzi hədislərdə də buyurulur ki, kim Fatihə surəsini oxuyarsa, Kur'an'ın tamamını oxumuş kimidir. Fatihə surəsinin biz bilir ki, məşhur adı Fatihə surəsidir. Amma bir neçə adı da var. Onlardan biri Əl-Hamd surəsi adı ilə də tanınır, Fatihə surəsi. Ki, buna səbəb nədir? Bismillahirrahmanirrahimdən sonra Elhamdülillahla başladığına görə bu surəyə Əl-Hamd surəsi də deyilir. Digər bir adı da Əs-Səb'u adı ilə də məşhurdur, tanınır. Səb ərəb dilində 7 deməkdir. Fatihə surəsi ilə 7 ayədən ibarət olduğuna görə bu surəyə Əs-Səb'u da deyilir. Fatihə surəsinin fiqhi məsələsinə, yəni fiqhi hökmünə gəlincə, istər vacib namazlar olsun, istər müstəhəb namazlar olsun, şərtdir ki, 1-ci və 2-ci rükətində Fatihə surəsi deyilsin. Ki, fərq eləməz, istər gündəlik qıldığımız vacib namazlar olsun, istər müstəhəb namazlar olsun. Yəni, 1-ci və 2-ci rükətdə Fatihə surəsini oxumaq şərtdir. Fatihə surəsi vacib namazlarda sübh, məğrib və işa namazlarının 1-ci və 2-ci rükətlərində ki, Fatihə surəsi oxunur, səsli oxunması vacibdir. Sübh namazında şam və məğrib, yəni işa və məğrib namazlarında
ilk iki rükətində ki oxuyuruq, səsli oxunması vacibdir. Amma zöhr və əsr namazlarında Fatihə surəsi gərək səssiz oxunsun. Səssizdən məqsəd, yəni pıçıltı ilə oxunsun. Amma müstəhəb namazlara gəlincə, namaz qılan, yəni müstəhəb namaz qılan fərd, şəxs ixtiyar sahibidir. İstər Fatihə surəsini səsli oxuyar, istər səssiz oxuyar. Yəni, müstəhəb namazlarda Fatihə surəsinin səsli və ya səssiz oxunmasının belə bir şərti yoxdur. Bu hökm ancaq vacib namazlara aiddir ki, onu da qeyd etdik ki, sübh, şam və məğrib və işə namazlarında səsli oxunması vacibdir. Zöhr və əsr namazlarında isə səssiz oxunması gərəkdir. Əvvəldə də qeyd etdik ki, Fatihə surəsi 7 ayədən ibarətdir. Birinci ayəsi Bismillahirrahmanirrahimdir. Ümumiyyətlə, onu da qeyd edək ki, Qur'an-ı Kərimin 114 surəsinin 113-ü Bismillahla başlayır. Yalnız Tövbə surəsi Bismillahsız başlayır. Buna da səbəb hədislərdə buyurur ki, bu surədə Allah kafirlərdən, münafiqlərdən, müşriklərdən yəni bəri olduğunu Bəraət surəsində deyirlər. Yəni onlardan uzaq olmaqlıq, belə deyək, bu cəhətdən olduğuna görə Bismillahsız başlayır. Bismillahirrahmanirrahim Fatihə surəsinin tərkib hissəsidir və Fatihə surəsinin birinci ayəsi hesab olunur. Mənası budur ki, Rəhman və Rəhim olan Allahın adıyla. Bu ayə biz diqqət eləsək, Bismillahirrahmanirrahim ayəsinə, burada Allaha iki sifət nisbət verilir. Ər-Rəhman və Ər-Rəhim sifətləri. Hər ikisi eyni kökdən ibarət olmasına baxmayaraq, yəni Ər-Rəhman da və Ər-Rəhim də, yəni eyni mənanı belə deyək də ifadə etməsinə baxmayaraq, amma işlənmə yerinə görə mənaları da fərqlidir. Ər-Rəhman sifətinin Ər-Rəhim sifətindən əvvəl gəlməsinin səbəbi buyurulur ki, Ər-Rəhman sifəti yalnız Allaha məxsusdur. Ər-Rəhim sifəti isə həm Allaha nisbət verilir, həm də bəndələrə nisbət vermək olar. Amma Ər-Rəhman sifəti yalnız və yalnız Allaha nisbət verilir. Ər-Rəhim sifəti isə qeyd etdik ki, həm Allaha nisbət verilir, həm də bəndələrə nisbət verilir. Məsələn, biz bir çox hədislərə baxanda ki, insanların bir-birinə rəhm etməsi ilə bağlı olan hədislərə baxanda, o hədislərdə rəhimli olmaq, Ər-Rəhim sifəti keçir. Yəni, bir-birinizə qarşı rəhimli olun, Ər-Rəhman, yəni Rəhman olun deyə hədislərdə qeyd olunmur. Ki, bunun da səbəbi odur ki, yəni bu sifət yalnız və yalnız nisbət verilir Allaha. İkinci cəhəti, Ər-Rəhman və Ər-Rəhim bir-birindən fərqləndirən digər bir cəhəti də budur ki, Allahın Ər-Rəhman sifəti bu dünyaya şamildir, Ər-Rəhim sifəti isə axirətə şamildir. Və yaxud da ki, belə də demək olar, Ər-Rəhman sifəti bütün məxluqatlara şamildir, yəni Allah bu dünyada Ər-Rəhman sifəti ilə bütün məxluqatlara rəhm edir. Amma Ər-Rəhim sifəti isə yalnız qiyamətdə Allaha və onun dininə iman gətirənlərə şamildir. Bir fərq də var. Bir fərq də budur ki, Ər-Rəhmanda Allahın bir rəhməti var. Amma Ər-Rəhimdə isə Allahın 100 rəhməti var. Bu haqda belə bir hədis nəql olunur Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən. Buyurur ki, həqiqətən Allahın 100 rəhməti var. Onun birini yer üzərinə nazil edib və yaratdıqların arasında bölüb. Bir rəhməti ilə insanlara bu dünyada rəhm edir. Yəni, bu hədisdən biz onu anlayırıq ki, Ər-Rəhman ki, dildə Allahın bir sifətidir. Yəni, Allahın bu dünyada olan o Ər-Rəhman sifəti, yəni bu dünyaya şamil olan o Ər-Rəhman sifətidir. Amma Allahın o Ər-Rəhim sifəti ki var, o qiyamətdə mömin, yəni ona iman gətirən şəxslərə şamil olur. Sonra hədisin davamında buyurur ki, Allah Rəsulü, amma 99 rəhmət sifəti qiyamət günü mömin bəndələrinə rəhm etmək üçün Allah saxlayıb. Yəni bu dünyaya bir rəhmətini nazil edib, o bir rəhmət sifəti ilə bütün yaratdıqlarına qarşı Allah rəhimlidir, mərhəmətlidir. Amma 99 sifətini, yəni o rəhim sifəti ki var, 99 rəhmət sifəti, onu Peyğəmbər buyurur ki, Allah saxlayıb qiyamət günü mömin bəndələrinə o sifətlə rəhm edir. Ayənin izahlı, yəni tərcüməni etmək istəsək, izahlı mənanı vermək istəsək, belə bir məna vermək olar ki, dünyada bütün yaratdıqlarına və axirətdə isə mömin bəndələrinə rəhmli olan Allahın adı ilə başlayır.
Bismillahirrahmanirrahim dedik ki, Fatihə surəsinin 1-ci ayəsidir və istərdim ki, elə Bismillahirrahmanirrahimlə bağlı bir neçə hədis də qeyd edək. Allah Rasulundan nəql olunan hədislərin birində Peyğəmbərimiz buyurur ki, "Kullu əmrin zeybalin lem yuzkar fihi bismillah və huve əbtər." Yəni hər bir o iş ki, orada Allahın adı zikr olunmasa, yəni Bismillah deyilməsə, o iş naqis sayılar. Yəni orada bərəkət olmaz, orada gözəllik olmaz. Ona görə hər bir işi başlayarkən gərək Allahın adı ilə başlayaq. Bismillahirrahmanirrahim deyib başlayaq. Başqa bir hədisdə Əmir-əl-Müminin İmam əleyhissalam buyurur: "İnnel abdə izə ərada an yaqra aw ya'mal amalan və yaqul." Bir bəndə ki, bir iş görmək istəyə və ya bir nəyisə oxumaq istəyə, bu zaman deyə ki, Bismillahirrahmanirrahim ki, əgər bunu deyib bir işə başlayarsa və bunu deyib nəyisə oxumağa başlayarsa və innahu yubaraku lahu fi ki, həmin o iş, həmin o oxuduğu onun üçün mübarək olur, yəni bərəkətli olar, faydalı olar. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləmdən nəql olunan hədisdə buyurur ki, Cəbrailin mənə, yəni vəhi mənə gətirdiyi zaman ilk mənə etdiyi vəhi bu oldu ki, Bismillahirrahmanirrahim. Yəni Cəbrail əleyhissalam ki, Allah tərəfindən mənə nazil oldu və mənimlə görüşən zaman ilk vəhiyində Bismillahirrahmanirrahimi mənim üçün oxumuşdu. Yenə bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən də Allah belə buyurur: İzə qaləl əbdu Bismillahirrahmanirrahim. Elə ki, bir bəndə bir işə başlayanda, nəyəsə başlayanda Bismillahirrahmanirrahim desə, Allah deyər ki, bədə əbdi bi ismi. Artıq mənim bəndəm, mənim adım ilə başladı. Və haqqun aleyyə ən utəmmimə ləhu umurahu. Mənim boynuma haqq gəlir ki, mən onun işlərini tamamlayım, yəni onun üçün xeyirli edim. Və ubarikullahu fi əhvalihi. Onun bütün işlərini, bütün hallarını onun üçün bərəkətli eləyim, onun üçün faydalı eləyim. Bu bir neçə hədis idi ki, Bismillahirrahmanirrahimi deməyin fəziləti haqqındaydı. Ki, onun da sonunda onu qeyd edək ki, Fatihə surəsi Qur'anın ən əzəmətli surələrindən biridir. Təbii ki, Qur'anın əvvəldən axıra qədər hamısı əzəmətlidir. Amma bayaq da qeyd etdik ki, Fatihə surəsi qısa surə olmasına baxmayaraq, İslamın təməl prinsipləri ki var, təvhiddir, nübüvvətdir, məatdır, bunların özündə əks etdirir. Biz Bismillah haqqında bir neçə mətləbə toxunduq. İnşallah növbəti videoda Fatihə surəsinin digər ayələri haqqında da danışarıq. Assalamu aleykum və rəhmətullahi və bərəkətuh.